İstər kral, istərsə də kənddə olsun. Dünyanın ən xoşbəxt insanı evində rahatlıq tapan insandır. Həyatın mürəkkəbliyində hər kəs fərqli rollar oynayır və fərqli məsuliyyətlər daşıyır. Amma axşam düşəndə və evə qaydanda bütün bu sosial rollar öz əhəmiyyətini itirir. Əhəmiyyətli olan tək şey o dam altındakı güvən və hüzur hissidir. Bir məkanı əsl evə çevirən şey divarların hündürlüyü ya da mebellərin dəyəri deyil, içindəki sevginin dərinliyidir. Əgər bir insan həmin evdə axtardığı şəfqəti və sakitliyi tapa bilməsə, hətta bütün dünyanı fəth eləsə belə, özünü həmişə natamam və sürgün olunmuş hiss eləyəcək. Əsl sərvət, axşam düşəndə narahat olmadan başlarını yastığa qoya bilən, zehinlərindəki səs-küyü sustura bilən insanların sahib olduğu sakit həyatdır. Bu mənəvi sığınacaq fərdin ən möhkəm dayağı və ən qiymətli həyat mənbəyidir.